Salam aleykum hər kəsə, əziz dostlar. İndi mən vaxtı ilə Fələstinə dəstək olmuşam və indi də təbii ki dəstəyəm. İndi də İrana dəstəyəm. Nəyə görə? Çünki İranda 30-40 milyona yaxın Azərbaycanlı yaşayır. Siz özünüz bilərsiniz kimə dəstəksiniz. İnşallah onu demək istəyirəm ki, Allah bütün müsəlman dünyasını qorusun və artıq mənə lazım deyil demək ki, İslamın bura dəxlisi yoxdur. Biz görürük. Ancaq müsəlman dövlətləri bu günləri çöktürmək istəyirlər. Allah yardımcı olsun. Bütün müsəlman dünyasını qorusun. İnşallah hər şey yaxşı olar. Və mənə xahiş edirəm, bəziləri irad orada tutmasın ki, niyə siz kimə dəstəksiniz? Bu mənim fikrimdir. Xahiş edirəm, fikrimə hörmətlə yanaşın. Kimin xoşuna gəlmirsə, səhifəmdən vaz keçə bilər. Uğurlar. Salam aleykum. Və onu da demək istəyirəm ki, baxmayaraq bizim əqidəmiz İranla fərqlidir. Mən Ahlusunna və Cama əqidəsindəyəm, amma yenə də mən bu günləri müsəlmanı dəstəkləyirəm və müsəlmanın yanındayam. Bizim qibləmiz bir, Allahımız bir, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir və ona görə də bu qədər.